Rəşad şeydadır, son rəhdir, son rəşinin hazırlaşır. Hazırlaşıram. Oynayasan, don hansını götürdün? Ha, nə də onu? Aynen tikdirdim onu, bir dənə geçəndə O veterçiniydi. O veterçiniydi. Gözüm göstərir. Ya. Çok sağ olun. Yani tam olmaz. Sabah ne yiyeceksiniz? Bekarsınız. Ben sen sürdür. Sabah 6. gün. Geçen bir yerinde sənə dərsim var. Yani ortadan akşama kadar da öz. Demiştim bekarsda gələrdiniz. Ola bilər əslində. Şey ver. Mənə mi? Ver. Anlı bana olanda verəcəm. Ver. Almıyorsun. Kod versən. O kadar vardır. Skor düşürsən ne olur? Peki, başlayalım. Ama evvel sadece 300 tamamen evvel bölümlerden aşağı gelirsin. Tam baştan. Değil mi? Kaşa getirecekler. Çünkü bütün sen sual cevap veriyorlar olacak. Şeyde de mi lazım? Mesela birden 5'e kadar neler yazamıyorsun? Birden 5'e. Ben Bilmiyorum, sizde A variantıdır. Olanlar verdiğim. Yox, sizinkine baxın deyim də. Sizdə nə variantıdır? Eyni variantı mənim. Tam elinde. 5-ci suallara baxıram, hamısı eynidir. 5'e. Mən 5'e kimi yazmamışım, üçünü. Üçünü de cevap. Boş qoymuşam hatta. Alsın. Üçü. 3 sonra 4, 5. 4, 5. Mehmet birinci bunlara baxaq, istəsən bir neçə də baxarsan. Nəyə görməsən deyə verəcək baxaq. Üçüncü sual. Ürəyim ağrıyır testə baxanda. Ver bu kvadrat üçhərlisi həmişə mənfi olar A-nın hansı qiymətində? Həmişə görəcəm diskriminatı kiçik eləyirik, sıfırdan. Döşə, həmişə sözün gördüksə nə edirik? Diskriminant mənfi edirik. Burası aydındır. Mənfi olması üçün Məhəmməd ifadə mənfi ilə başlamalıdır. Müsbət olması üçün ifadə müsbətlə, mənfi olması üçün ifadə mənfi ilə başlamalıdır. Diskriminantın üstünə deyil görüm. B kvadratı çıx 4A. B kvadrat çıx 4A necə olmalıdır? Kiçik olmalı, sıfırdan. Mənfi olmalıdır. Bu nədir? A, B, C. Qoyuram yerinə. B-nin kvadratı. Mən çıx 2-nin kvadratı. Allah haqqında, mən eyni birə getmişəm. 4 vur, A vur bu. Mənfi 2,25. Kiçikdir sıfırdan. A çıx 2-nin kvadrat üstünü deyin görüm. A kvadratı çıx 2, 4A, üstə gəlib 4. Mənfi vuranda müsbət. 4'ü 2,25'e vuranlar. 10. Daha şoka belə düşünün. 0,25 4'də 1 deməkdir, hə? 4'ü 2,4'də 1'ə vuranda. 4'ü 4 vur 2, 8, 8'in üstünə bir gəlin. Cavab neçə elədir? 9. Bir də deyim, 0,25 4'də 1 deməkdir. 2,4'də 1, yəni 4'də 9. 4'ü 4'də 9'a vuranda 9. Müsbət 9A. A kvadrat birinci gəlir. 9A'dan 4A'nı çıxın. 5A. Üstə gəl 4. Kiçikdə 0. Ver kəlimi. Vuranda hansı eləməlidir? Vuranda 4 toplayanda mənfi 5. Vuranda özü toplayanda əksi. Vuranda 4 toplayanda mənfi 5. Mənfi 5-dən mənfi. Mənfi 4-dən mənfi. Mənfi 4-dən mənfi 1. Vuranda müsbət 4 eləsin, toplayanda mənfi 5 eləsin. Bərabərsizlik həll edəndə ədəd
oxu çəkirəm. Birinci kiçik kökü, sonra böyük kökü qeyd edirəm xəttə. Sonra cavab çıxır. Müsbətlə başladığı üçün müsbət, mənfi, müsbət. Və bizdən mənfi aralı istədiyinə görə mənfi 4-dən mənfi 1-ə. Bir siz nəyə səhv eləmişəm? Həm də mütləq yoxlamalıyıq var. Yəni, diqqətli olun. Diskriminant tapdıq mənfi 4-dən mənfi 1-ə qədər, yəni A-sı və A-nı hesabladıqda, hə? A oldu, mənfi 4-dən mənfi 1-ə. Həm də mənfi də, mənfi olmasaydı, mənfiləri olmayanları çıxmalıydı. İminlə A-nın mənfi qiymətlərini cavab götürürsünüz. Mən götürüb yazmışam 5-in yerinə 7 A. Qalan hamısı düzdür. Nə edirsən bunu? 5-in yerinə 7 A yazmışam. Qalan hamısı düzdür. Sən onun üstünə gəlmişsən 11 A. Niyə bunu 11 hesabladın? Buna baxın, kvadratı yazmışam. Orada hamısı düzdür, onu yandırır müəllimə. Buna baxın. Üstə gələ oldu, sonra götürüb beyləmişəm. Niyə beyləmişəm? A, 9 da yazmışsan. Hətta üstə gələ 9 A yazmışam, sonra beyləmişəm. Sən yazdın. 4 A, 2 A yazmışsan. A kvadrat çıx 4 A üstə gəl 4. Bir də bura bax, bunu bir də B-nin kvadratı üstü. A çıx B-nin kvadratı xəttəcə. Beyləmə, aləmə, bilirəm. Hasilinin ikisi. Bilirəm. Üstə gəl. Orada dur. Yazsaydım məşək düzünü çıxardı. Ay Allah. Nəsə soruşurlar. Sən kimsə var ki, soruşur. Səncə hamıya bildirim göndərilir? Hə. Dəqiq. Məmməd qeyd götür. Hə, götürür. Fazil, buradasan. Katıldı yazılır ama katılıp çıxırlar onda. Dedim onları keçmişəm axı bunları. Dedim sən yadında. Orada indi atıldılar. Birinci soruşum təzədən. Həmişə mənfi olması üçün nə etməliyik? Həmişə sözü görəndə diskriminant Kiçikdir 0. kiçikdir 0. Mənfi sözündə görürəmsə A kiçikdir 0. Bəs desən həmişə müsbət olması üçün Kiçikdir 0. nə? Diskriminant. Böyük. Yox, həmişə sözü görürəmsə diskriminant mənfidir. Bəs müsbət olması üçün A necə olmalıdır? A müsbət. Müsbətlə başlayalım. Bunu yazın. Silin. Bəs məsələn 3,5-i kəsirlə necə yazaraq? 315 bölü 10. 3,2-də 1. Onu da kəsirə çevirin. Düz. 3-dən 7. Hə, 2. Məsələn, bəs bunu yazın, değil mi? Belə şeylərdən hər düşür. Bunu necə yazın? 4-də 20. 5,4-də 1, o da 4-də 21. 21, hə. Bəs bunu 3-də 7. Yox, səhvdir. 0-dan %75 neçədir? 3-də 4-də 7. 4-də 3. Bu 4-də 1-dir, bu da 4-də 3-dür. 4 vur 2, 8, 8-in üstünə 3 gəlin. 11. 4-də 10, belə. Yəni, belə yazanda hesab rahatlaşır. 4-cü. A-nın hansı qiymətində bu funksiya ən kiçik qiyməti 4-ə bərabərdir? Ən böyük, ən kiçik qiymətin 2 dənə yolu var tapmalı. Birinci yolu hansıdır, ikinci yol hansıdır? Biri emin yolunda. Hə.
Bax, imtahana girəsən Məhəmməd. Ən böyük ən kiçik qiymətini tapmanın 2 dənə yolu var. Bir MN yolu, MN yolu. M-dən təpə nöqtələri tapmaq yolu. İkincisi də ki, ikinci yol kimdir? Sıfıra bərabər. Törəməsini tapıb sıfıra bərabər edirik. Niyə? O da nə deməkdir? Böhran nöqtə tapmaq yolu. Böhran. Görürəm ki, Məhəmməd, bunu böhrana salan nöqtə hansıdır? Ən kiçik, ən böyük eləyən nöqtə hansıdır? Böhran nöqtə tapmaq. Böhran nöqtədə tapanda nə edirik? Törəməni sıfıra bərabər edirik. Böhran nöqtəni tapandan sonra həmin nöqtəni burada gətirib yerinə qoyacaq, olacaq ən kiçik qiymət. Yəni bu birinci addımdır, xərcə. İkinci addımda həmin nöqtəni funksiyada yerinə qoymalısan. M-in düsturunu kim bilir? Mənfi B. 2A. Mənfi B bölü 2A. Bu nəyin ən kiçik ən böyük qiymətidir? İfadənin. Yox. Birinci görürəm nə? Birinci nədir? İkinci nədir? X-in. X-in. Bu X-in, bu da Y-in. Yəni bu parametrin X-in, A-nın istənilən parametrin ən kiçik ən böyük qiymətidir. Ən kiçik də ən böyükdür. Sizə hansı lazımdırsa odur. Amma n deyirdimi, Məhəmməd, bunu qoyuram funksiyada yerinə alıram cavab. N cavabdır. Yəni ifadənin cavabıdır. İfadənin cavabı. M içərisindəkilərin ən böyük ən kiçik qiymətidir. Amma n sonda aldığım cavabdır. Yəni m-i yerinə qoyub n alıram. M-i yerinə qoyub n alıram. N-in düsturun kimdir? Mənfi diskriminant bölünsün 4-a. Mənfi diskriminant bölünsün 4-a və ya 4AC, elə bir diskriminant tərsində 4AC çıx B kvadrat böl 4A. Mənfi diskriminant böl 4A. Sizcə, burada heç kvadrat tənlik var ki, bunun ABC-sini tapın. Yox, ona görə burada birinci yolu istifadə edəməyəcəm. İkinci yolu istifadə edəcəm. Kvadrat tənlikdə A olur, B olur, C olur. Da burada ABC yoxdur deyə bunu istifadə edə bilmirəm, bu yolu istifadə edirəm. Bunun törəməsini tapaq bir dənə. Bir üstə gəlsin, Y üstündə A, X vurulsun A. Törəmə kiçildir. Birinci bunu ağlınıza gətirməz. Törəmə nə edir? Kiçildir. X-i kiçildib nə yazılır? 1. Y üstü nə isə törəməsi? Y üstü Elə, Y üstü X-in törəməsi Y üstü X deyil. Yəni özüdür. Bir də, axı X-in törəməsi, orada mənfi X-in törəməsi neçədir? A. A çıx X-in törəməsini tapın bir dənə. A deyil. Yox, 0. Yox, 1. Mənfi 1. Mənfi. Bir dənə qrafda yazın. A çıx X-in törəməsi. Yazmamışsın hə bunu? Yox. Sabitin törəməsi 0-dır, X-in törəməsi də 1-dir. 0-dan 1-i çıxanda mənfi 1. Ağlım işləməyib. Və bunu yəni mənfi 1-ə vurmalıyız. Olur 1 üstə gəl. Bir dəqiqə. Müsbəti mənfiyə vuranda mənfi 1-ə vurmaqda heç nəyi dəyişmir. Məhəmməd, bir dənə təzədən ümumiləşdirək. Nə edirik? Törəməni tapıb 0-a bərabər edirik. 1-dən nəyi çıxanda 0 edir? 1-i. 1-i. Y üstündə A çıx X 1-dir. Ədəmin üstünə nə yazanda 1 olur? 0. 0. İndi biz uşaqlar nöqtəni tapmalıyıq. Yəni Uşaq öldürdü özünü orada. Yəni X-i tapmalıyıq. A-dan nəyi çıxanda 0 edir? A-nı. A-dan A çıxır. X-i tapdıq A. Görün bura qədər aydındır. X-i tapdıq A. Sonra nə etməliyik? Funksiyada yerinə qoymalıyıq. Funksiyanı yazaq və yerinə qoyaq. Yazıq, y bərabərdir. X-in yerinə A yazılsın. Bir də mən uşaq işləməyə sözümü deyim ki. Kızım, burada qışqırmada dərs kəsəndir ye. Tamam. Nə tək getdi. Yeni balaca qızdır. Qız idi o. Qız idi. Belə bilim oğlan deyir. Allah. İndiki qızlar daşıyır. Ya. Deyir ki, X-in yerinə A qoyaq. Bütün X-dan yerinə orada A qoyaq. Elə burada da X-dan yerinə A qoyaq. Cavabı çoxdur. Bərabər eləyək nəyə? Orada bir
qiymətini bərabər edirəm 4-ə. A üstə gəl. A-dan A-nı çıxanda 0, ədədin üstündə 0, 1. 1. Nəyin üstünə 1 gəldi? 4 eləyib 3-ün. Bunu orada, yəni diqqətli düşünüb yazmalıyız. Ən böyük kiçik qiymət. Törəməni tapıb, bu hissəsi yazılır. Törəməni tapıb 0-a bərabər eləyin. Həmin nöqtəni funksiyanın özündə yerinə qoyub hesablayın. Bilməsən məni yandırmaz ya Allah haqqı. Bilirəm yandırır məni. Məhəmməd, sən də aydınlar yaz. Mən deyirəm də, siz Polda 20 plus yaza bilərsiniz, özünüz yazmalısınız. Kim nəyi başa düşmür, uşaqlar şəxsidən soruşa bilər. Mənə deyirlər ikinciyi artırmaq imkanı biraz çətindir. Çətin də amma istəyən insan niyə ki? Yəni oxuyursansa, bir fəni çətinləşdirib, bir fəni asanlaşdıracaq. İnşallah ki, reziddə dəyməzdir. İnşallah, Allahım. Amma ümumiyyətlə blokun riyaziyyatı buraxılış qədər çətin olmur. Blokun riyaziyyatı daha rahat olur. Nə bilməyim Bu qabaqlar belədir, Məhəmmədini görərsən, su kimi suallar var. Mən belə deməyin, mən belə deməyim. Var da, fakt var. Mən biri sizlərə Yox, yazılamışam. Var. Şaka düşəsiz yazmadığımı görürsünüz. Mən Özdə özdə ki- görürəm. Yox, Görməsin. qovuz görsənib məni. Bilək ki, ya səhv çıxanlar, 4 dənə səhvim çıxıb, çoxusunu boş qoymuşam. Adama deyirlər başlı işlətdə. Mən onu Qorxundan deyirəm. şey eləməmişəm. Çünki burada da düşünmürdü zaten. 4 dənə səhvim çıxıb yazdıqlarından çaş boş qoymazdım ya Allah haqqı. Məncə də. Amma onun da bir dənə yolu var. Hadi burada düşün. Burada düşünsən orada da düşünə biləcəksən. Ya orada riski alma düşməyəcək başına. Amma burada düşünsən, ki Məhəmməd bax burada evdə necə 1 saat vaxt qoy, düşün, tərs içində misalın cavabını tapmağa çalış. Burada tapa bilsən, orada da tapasan. Burada tapa bilməsən, orada da tapmayacaqsan. O fiskal ayrımda deyil mənə. Çünki mən özüm də imtahan hazırlaşanda, məsələn, hansı sual ki, deyirəm, eləməyim, sınaq işlədəndə yenə də eləyə bilmirəm. Çünki burada eləmirəm deyə, sınaqda da eləyə bilmirəm. Amma burada başvuru yorsaydım, sınaqda bir düz artıq çıxardım. Ayda. Yaxşı oldu. Əziz çəksəz yaxşı oldu. Getdim düzü. Yazmışlar Məhəmməddə. Bəli, Getmir bəli. demə. Elə fəylə yox. Gedirik, prosta havalar qoymur Havalar getməyinə. yox, mənim ömrümün ən gözəl çağında mən imtahanıma hazırlaşıram. Heç də peşman deyiləm. Yəni, imtahanı keçməliyəm. İmtahanı vacib etmək olur. Mən imtahanı verim ayda, qəşəng yerdə olursa. Onu düşünün ki, sonrası qəşəng olacaq da. Məhəmməd, istədiyin universitetə qəbul olursan. Qəşəng oldu. Gedir oturursan, ən qəşəng telefonu alırlar sizə. Mənim hələ xəyallarım. Filan kəslər. Yəni bir dərəcə olur da insanda. Zübeydə Məmmədova adımın qabağında bir şey deyirlər. Gözəl bir şey. Yəni onu düşünəndə mən deyirəm ki, mən mütləq oxumalıyam da. Axşam 11-də başım yerə dəyirəm, oxuyuram ki, özü bir oxumalısan. Yatmaq olmaz. Gör, hamı yatır da, sən də getdin, yatdın, nə oldu? Vaz keçməyəm, nə olmur? Gördünüz, yoruldunuz, yığın mənə. Mən də imtahan hazırlaşıram. Yığacam sizə. Vallahi yığın, mən yatmıram. Axşam yuxu bası verir. Məcbur deyirəm ki, yox, sən bunu yığmalısan da, çıxış yolu budur. Hə. Dev mükəffalama biliyi A nöqtəsindən ambardan götürdüyü malları ABS-də düzbucaqlısının perimetri üzrə hərəkət edərək Məhəmməd, yəni belə ABS-D üzrə hərəkət edərək A məntəqəsinə qayıtdı və cəmi 420 km yol getdi, yəni perimetri 420-dir. AB məntəqəsinin BC məntəqəsinə nisbəti, AB-nin BC-yə nisbəti 3K, 4K-dır. Götürüb X falan yazmayın, nisbət deyəndə K. 3/4, 3K, 4K. Perimetrin düsturunu deyin. 2, burası A üstə gəlir, B bərabər 420, A üstə gəlir, B-də olur 210. Bildin sən, perimetr 2 dənə en üstə gəl uzunluq. 2 dənə 3K-nın üstünə 4K gəlin. Bunu yazmamısan. Götürüb 7K-nı 420-yə bərabər eləmişəm. 14K bərabərdir 420. K-nı tapanda 42-ni 14-ə böləndə 3 yanda 0. K-nı tapdıq 30. 3 vur 30. 90 km. 4 vur 30.
Siz deməlisiniz, uşaqlar, siz deyin ki, mən məsələn. Ay, dedəm. İndi deyil ki, B məntəqəsindən C məntəqəsinə 2 saata çatıb, B-dən C-yə 2 saata çatıb. 120 kilometre 2 saata gedib yəni. Hə, yolu verib, zamanı verib, sürəti soruşur. Onda sürəti neçəymiş ki? 60. V bərabər Ekspert. 120-ni 2-yə böləndə 60. Bunu da 60-ın bəlkə. Bunun Yox, sürəti mən 60. götürmüşəm 60-la getmişəm. Bir dəqiqə, burada da deyir ki, hər dəfə sürətin 15 km/saat çoxaldıb. Hər dəfə 15 km. 60-ın üstünə 15 gəlin. 75. 75. Üstünə 15 gəlin. 90. 90. Sən məntiqi tutdun, Məhəmməd deyir ki, hər B-dən C-yə 60-la gəlibsə, C-dən D-yə 15 daha çox, 75 sürətlə gəlib. Burada da daha çox 90 sürətlə gəlib. İndi bir dəqiqə, bura 120 km-dirsə, bura neçə kilometrdir? 120. O da 120. Bizdən də zamanı istəyir, T-ni. T-ni necə tapım? S bölü. Yəni 120 böl 90. Sıfırlar getdi. Hər tərəfi 3-ə bölün. 4 böl 3. Biz tapdıq, uşaqlar. Kilometri saata böləndə və ya kilometrdən, saatdan söhbət gedirsə, biz saatı tapdıq, düzdür? T-ni tapanda saatı tapdıq. Amma bizdən dəqiqə istəyir. 1 saat neçə dəqiqədir? 60. 60-a bölürəm. 80. 60-ı 3-ə bölürəm, 24-ü ilə vururam 80. Deməli, 80 dəqiqə ərzində D-dən A-ya gəlib. Aydınlanma yaşayır bir dəqiqə. Yazın mənə bir şey deyəcəm. Bunu uşaqlar, sizə 4-cü sinifdə Allah haqqı müəllim verəndə bunu yaza bilirsiniz. Deyir ki, ağacların arasındakı məsafə 20 idi, get-gedə 5-5 artırırdılar. Ölçəndə perimetr, həmin sahənin perimetri nə qədər, ərazinin perimetri nə qədər olar. Sadəcə həmin vaxt məsələ işləmək maraqlı idi, amma indi yox. Yəni adi demək hər şeydir. Bura buydu, bura bu qədər artıb, nə qədər olur? Bəlkə də beynimə qoyub girmişəm ki, yaza bilməyəcəm, çətin olacaq, ona görə oldu. Ola bilər. Yəni sadəcə nə dediyini dəqiq düşünürsə, cavab çıxır. Yəni o 4-cü sinifdə oldu. Qeyd Təşəkkürlər, kim bəyənirsə. İnşallah kimisi yaxşı olar, inşallah. Altıdan 10-a qədər. 7. 6-dan 10-a qədər 7, sonra faiz. Bəs odur da, odur. Yaxalaydım sizə bunu bir görsəz məni öldürəcəksiniz. Sonra 10. 8 yarımsan. Ha. Qəşəng, həndəsə sonra qəşəng. Bir dənə 10. Topluluqda hər sınavda işlədiyimiz sual var. Hər sınavda işlədiyimiz sual. 8-də cavab C-dir. C-dir. Soruşuram. 8-də belə. 8-də D-dir. Yox, amma B-dir. Sana 8-dən bizim 8 var. Əlbəttə. Gözlə. Bizim 8 budur. Ha, budur. Sən necə baxırsan onda? 7 hansıdır? Bura kimi Bu eynidir. düşündüm. Bu qədər eynidir. Bu fərqlidir. Fərqli edir. Bu fərqlidir. Bunu zaten baxmışam. Bunu deyərəm. Baxmışam, onu yenə də deyirsə deyəm. Yadında qalıb, məncə deyərəm. Ha, Yol nədir? Alfabetdir, nədir? Rahatdır. Sonra? Öyle oldu. Tamam. Onda nə idi? Bu 9-u yazıram. Yox, 8-i yazıram. Aslında 8'imiz. Bizim 8 budur. Yeddi. Budur xəttə. Biri digərinin 80%-ni təşkil edən iki ardıcıl cüt ədədin kvadratları fərqinin modulunu tapın. Cüt ədədlər neçə dənədən artır? 2 dənə. Məhəmməd, birinə x deyirəm, birinə 2 vahid böyük deyirəm. Çünki cüt ədədlər 2 dənə artır. Deyib, biri o birinin 80%-dir. Bir dəqiqə, ədədin faizi
Nəyə deyilir? Faiz ədədin neçədə bir hissəsidir? 2-də yox. Faiz ədədin 100-dən biridir. Bir də deyim. Məsələn, ədədin 5%-ni deyirəmsə, bir dənə ədəddir, bir dənə xətt keçdi. Onun 5%-ni deyirəmsə, 5%. Sizlə nəzərdə tutulur. Ədədin 100-dən 5 hissəsi. 100-dən cəmi 5, bax balaca 5 hissəsi. 100 hissədən 5. Məsələn, ədədin 20% nəzərdən tutulursa, o nə deməkdir? 100-dən 20-si. 100-dən 20-si. Yəni, faiz ədədin bir hissəsidir. İndi sizdə hansının 80% olar? 2. Yəni, x üstə gəl 2-nin 80%-dir, yoxsa x üstə gəl 2x-ın 80%-dir? X. Kiçik bax, mənə X plus 2-nin. 100 dənədən, bax, bir dənə bura bax elə. 100 dənədən 20 hissəsini götürmüsən, hə, balaca hissəsi. Bax, ədədin 80%-i, ədədin 100 hissəsindən 80 hissəsini götürürsən, yəni daha balaca hissəsini götürürsən. Ona görə yazım ki, x üstə gəl 2-nin 100-dən 80 hissəsidir. Həzirdə deyim, bir ədəd, o bir ədədin 100-dən 80 hissəsidir. 20-yə bölək, 5-də 4, belə şu. 4-ü də 5-ə böləndə 0.8. Elə 18-də 0.8 idi. Əmsal həmişə birinci yazılır. 0.8-i x-a vururam, 0.8x, 0.8-i 2-yə vururam, 1.6. X-ları bir tərəfə yığıram. Bir dənə x-dan mənim 0.8-dən x-i çıxanda 0.2x. 0.2-dən x bərabər 1.6. Hər tərəfi 10-a vuranda, ikisini də 10-a vurun görün. 8 oldu. 2x bərabər 16, x bərabər 8. Deməli, tapdıq ki, balaca ədədimiz 8-dir. O birisi də bundan 2 vahid böyükdür. 8-in üstünə 2 gəlin. 10. Bundan arxası elə belə şey. Burası aydın. Deyək, indi bunun birinin kvadratından o birinin kvadratını çıxın. 10-un kvadratından 8-in kvadratını çıxın. Məhəmməd, 10-un kvadratı 36 36. Burası elə belə. Bunu bilməzsən. Bərbat. Faiz özləri dəfə düşür. Çünki faiz riyaziyyatda öyrənir, daha da öyrənir. Həmişə faiz düşür. 8. Yazın. Hadi sən də. Xarici bucağın bir dənə xassəsi var. Kim bilir? Bir dənə. Xarici bucağın. 180. Onu ortağı olmayan 2 dənə bucağın cəminə bərabərdir. 2 dənə daxil. Daxil bucağın cəminə bərabərdir. Burada da onu. O yoxdur, getmişlər. Çünki bərabərdən olsun. Məhəmməd deyir ki, AB BD-yə bərabərdir. İçərisindəki üç bucaq bərabər yanlıdır və hər tərəfi də yanları da 5-dir. AC ümumilikdə 11 cm-dir. Ümumilikdə 11 cm-dir. ABC üç bucağının sahəsini istəyir. Üç bucağın sahə üstündəyim. 2-də 1 almış. 2-də 1 almış. Telefonu götürüb qoydum. Məhəmməd, A, 2-də 1 almış. Tərəf neçədir? 11. Bir dənə hündürlüyü tapmamız qalır. Hündürlük də ki, bərabər yanlı üç bucaqda bir dənə hündürlüyü endirəcəm. Hələ o sonra endirək. Deyir ki, Məhəmməd, bu bucaqdan 2 dəfə böyükdür. Buna x deyin, buna 2x deyin. Deyir, bu bucaqdan 2 dəfə böyükdür, 2x. Bir dəqiqə, yan tərəflər bərabərdirsə, yan bucaqlar da bərabərdir. Burada olur 2x. Məhəmməd.
bucağın bu 2x nəyi sayılır? Xarici bucaq. Xarici bucaq. Bayaq da özün dedin ki, xarici bucaq 2 dənə daxili bucağın zərrinə bərabərdir. İndi bu 2x x-la nəyin cəmidir? X-in. X-in. Bir də düşün, 2x nəylə nəyin cəmidir? X-in, x-in. 2 dənə x-in cəmidir. X-in, x-in cəmi 2x-dir. Bura x-sə, burada x-dir. Məhəmməd, yan bucaqlar bərabərdirsə, yan tərəflər də bərabərdir. Bura 5-dirsə, burada 5-dir. Demək, bura 5-dirsə, burada 5-dir. Cəmi 11 cm-dir. Burası 5-dirsə, burası 6. Biz hündürlüyə indirməliydik. Hündürlüyümüzə indirək. Bərabər yanlı üç bucaqda hündürlük həm də nədir? Median. 6-nı median kimi bölün. 3. 3. Düz bucaqlı üç bucağı görürsünüz. 3, 4, 5. Məhəmməd, bura 3-dür. Bura neçə olar ki, bura 5 olsun? 4. Dəqiq Pifaqor ədədləri bilirsiniz. 3, 4, 5. Hündürlük oldu. 4 hündürlüyü yenə gətirib yazıram 4. 44-ü 2-yə bölürəm. 44-ü 2-yə bölün. 22. Yaz. Ümumiyyətlə, xarici bucaqlar dəfə 3 dənə sual düşmüşdü. Xarici bucağın pastəsini imtihana gedəndə xarici bucaq. 2 dənə daxili bucağın zərridir. 2 dənə qabaqda 2 dənə sual var. Bəs canlıda böyütmək olur, yəni onlar böyüdüb baxa bilir. Yəni, böyür. Göz onlar... Aile saxlayın da məncə, biraz böyüdür. Yox, məndə böyüyəcək, onlarda yox. Ya, onlarda da böyüyür. Yox. Siz böyüyəndə onlarda da böyüyür. Böyüyür. Səncə nə dərəcədə doğrudur? Ay, elə böyüyür, canlı Ekranı şey eləməmişəm ki. Dəqiq. Bir dənə birimizin təcrübəndə edək. 100%. Bəs axı nə dərəcədə doğrudur? Nə? Mən ekranı... Hədə sizin əlinizdə də ekran, bir dəqiqə canlı yayın verirsiniz. Nə? O dərəcədə inkişaf edibəm. Mən də səhv rəqəm sala bildiyim halda bunu bilmirəm. Nə? Estetik toxunuşlar belə ötürülüb paylaşıla bilir. Hə, böyüdəndə mənim başım böyüdü. İndi siz böyüdün. Tamam, böyüdürəm. Aa, necə? Gördünüz, baxın. Yeni şeylər kəşf edir. Bu gün də bir günən deyər, həm deyirlər. İlk kəşfimiz. Ələmin. Cəmaat cazibə qüvvəsini kəşf edib, biz ekran böyüməyini şoka düşürük. Yaxşı da. Yaxşı da. Ay, ürəyə sıxılmır, mesajlar yedib qaldı orada. Bildirimdən hamısı qaldı. Hə, neyini ki, bağlayın. Yuxarı. Belə. Hə, mesajda gəldi. Hı. Hə. Всё. Həqiqətən asan Bunu olmuş. başa düşdünüz. Bir dənə də soruşam. Xarici bucaq nəyə bərabərdir Məhəmməd? Yanında. 2 dənə daxili bucağın zərbi. 2 dənə daxili bucağın zərbi. Bax, 2 dənə sual, 3 dənə, 3 dənə. Onuncu. Deyək, y bərabərdir 4/1 üstündə kosinus x. Mən bir dənə də baxınca onu kimdir? Deyək, tez yazılır. Budur. Hə, bəli. Nə olar, qışqırmadı, xahiş edirəm, dəstək verin. Bir dəqiqə. Sinus da məhdud funksiyadır, kosinus da məhdud funksiyadır. Hardan hara qiymət alır? Mənfi birdən birə. Mənfi birdən birə. Heç görmüsünüz sinusun qiymət. Sinusun yazılır bir dəqiqə. Qiymətləri yazaq. 0 alır, sonra 1 alır. 2-də 1 alır. Sonra biraz böyük, kök 2 bölü 2 alır.
Biraz da böyük kök 3 bölü 2 alır. Biraz da böyük kök 4 bölü 2 alır. O da 2'nin 2'ye bölüncə 1 eşit. Bir də bunun mənfilərin aldığına görə də mənfi 0-ın 0-ın mənfisi yoxdur. Bu indi hardalara qiymət almış oldu? Mənfi 1-dən müsbət 1-ə. Beyninizdə otuzdurun. Onda sinusla kosinus həqiqətən var. Mənfi 1-dən müsbət 1-ə qədər qiymət alır. Sinusla kosinusla mənfi 1-dən 1-ə. Gətirib burada kosinusun yerine bir dəfə mənfi 1 qoyacağım, bir dəfə də müsbət 1 qoyacağım. Çünki ən kiçik qiyməti mənfi 1-dir. Ən böyük qiyməti də müsbət 1-dir. Ədədin üstündə mənfi nə deməkdir? 1 böl. Və ya tərsinə çevir. Ədədin üstündə mənfi ya 1 böl deməkdir, ya da tərsinə çevir deməkdir. 4-də 1-i tərsinə çevirin. 1-də 4, yəni 4. 4. Bunun cavabı oldu 4. Ədədin üstündə 1 özüdür. 4-də 1-in özüdür. Biz deyirik ki, 10-dan 3-ə getmişəm. Deyirik ki, 3-dən 10-a getmişəm. Sərgəli olması üçün 4-də 1-dən 4-ə yazırsınız. Xərcə cavab da budur. Çox sadə. Ay mən Allah haqqı yazmışam. Amma bir dənə mənfi 1 eləmişəm. Bir dənə buna baxın. Yazmışam bunu. Bunu yazmışam. Götürmüşəm git kimi. Variant A variantını götürmüşüm ki, ola bilməz. Buna baxın. Sinus necə müsbət sonsuzluğa gedib getmir? Ay, bilmədim. Keyfini tutmuş. Bunu bax, üçləbiri toplularda, üçləbiri falan OTK. Mən necə görsünüz bu qədər əzəcəymişim, Allah'ınıza 100 nazat verərdi, niyə belə? Dörtləbirin imtihanı sağ. Ben bunun xərci çox işləmişim. Bilirəm, üçləbirini işləmişim, üçləbirini dörtləbiri imtihana düşür. Dəli olacam ya Allah. Və 11-dən 15-də daxil olmaqdan sual soruşur. 13. 11 yazmışsan. 11 mənim səhvdir, amma da hesabına baxmışam. İstəmirsən? Rəyəm alırsa da baxmışam. Sonra 13 logaritma xərcə. Sonra? Ay, mən 15-i mən düz yazmışam. Nə yazmışım? 15 düz olacaqdır da. Hə də, indi həmişə səhv yazırdım yanımızda. Kəsişmə. Hə. Güzel. Kəsişmə hansını düzsən yəni? Hadi kəsişmə deyil. Yox, budur. Düz yazmışam mən bunu. Mən terimdən sada soruşmuşam. Bunlar düzdür. Hə, onda bir dənə bu logaritma. Bir də budur, buna baxdım. Olar ki, mən çox belə absurd səhv eləmişəm. Baxın. Amma mən onu deyərək, bir də xırdalayar, baxı bucaqlar falan. Deyərsin. 11, 13. Mənə baxaq. Bunu hər qeyd götürün. Məhəmməd, sinus hardan hara qiymət alır? Sıfırdan Bir də düşün. Mənfi birdən. Mənfi birdən. Sən niyə bunların mənfisində alırdı? Ona görə mənfi birdən birə. Və qeyd götür onu. Sinusla kosinus mənfi birdən birə qiymət alır. Xərcə 4-də 1 nə deməkdir? 25. 25. Bəs 0-onda 5 və ya 2-də 1. Hə, 2-də 1. Bəs 4-də 3? 175. %75. Bak neydi? Xərci alabilirdiniz. Hamısını bilirsiniz. Bilən biləsiniz. Faiz nəyə deyilir? Ədədin 100-dən 1-ə. 100-dən 1-ə. 100-dən 1-ə. Birinci 13-ə baxaq. Logaritma biz şeylər indi baxaq. O boyda logaritma işlədim, gəldim səhv yazdım. O birisi də səhvdir, 20 də. Səndə 20-dir gör logaritma. Yox, hə, onu yazıb boş qoymuşam ya. Deyərəm. Ardada baxaq ki, yadınızda qalsın. Təbii. Deyir bunun təyin oblastı x, yəni x-larına daxil olan tam ədədlər çoxluğunun 3 elementli alt çoxluğunun sayını tapın. Logaritmanın içi necə qiymət alır? Müsbət. Bunu da müsbət edirəm, bunu da müsbət. 2-dən böyle 8-dən ikisi. Mənfiyə böləndə həmişə işarə dəyişir. 2-dən böyük
8-dən kiçik ədədləri deyin görüm mən. 3, 4, 5, 6, 7, 8. Neçədən oldu? Amma yox, 8 olmaz. Hə, 2-dən 8-ə. 5 dənə. Hı. Deyək bu 5 dənə elementdən 3 elementli alt çoxluqların sayını. Yəni 3-ü seçin də. Bir imtahanda 3-ü seçə də bilərdiniz. Kim yazmağı Kombinezon sayılarda. Və ya seçmək deyirəm. Məhəmməd 3-ü seçə də bilərdin. Əgər belə özünə güvənirsən ki, yadından çıxmayacaq hansısa bir seçə bilərsən. Amma riyaziyyatda seçmək deyirsənsə, nə ilə seçirəm? Kombinezonla. Kombinezon bütün alt çoxluqların sayı 200-dür. Amma indi kombinezonla 5 dənədən 3 nəsə seçirəm. Kombinezon 5 dənədən 3 nəsə seçirəm. Aydındır. 5 dənə elementdən xətt 3 var. 4, 5, 4, 5. 5 faktorial bölünsün, 2 faktorial bölünsün, 3, 4, 5. Deyəsən 10 edir. 3 faktoriyalı 5 faktoriyalı tamamlayanda 4 vur 5. Bu da 1 vur 2. 22'ye bölün 10. Məhəmməd ya 10 dənə seçərdin, ya da seçmək sözünü eşidən kimi kombinezonla seçərdin. Yox, başım işləməyib. Mən niyə belə? Ay Allah, belə olacaq. Yaxşı. Diqqətli olmalı. Bax, eyni səhvləri ücə eləməyin. Bunu son 10 saniyədə işləmişəm. Son 10 saniyədə işlədim ki, yox yazmalıyam bunu. Bu da çıxdı. Seçmək lazım. Orada değil. Sonrası şanslı. Siz 20'ye baxardınız, logaritmadır. Hətta logaritmanın onsuz təşviş faydası var. Bütün müsbət olur, onu ediyoruz. Bu da seçirsənsə, kombinezonla seçirsən, bütün artıqlıqlar sayı 200 verir. İndi 20'ye baxaq. Məhəmməd, bizdə 20'dir. Sədə də 20'dir. Aynen. Hacı 20'dir. Tamam. Bu soruda 8x mötərizəyə alıb yazır. Mən biraz fikirləşdim görüm bu nə deməkdir ki, bu 8x harda olmalıdır. Bilmiyormuşdu. Sən keçənlər qabağıma nə çıxıb? TikTokda bir dənə müəllim var, bax balaca nəfərdə başa salır. Bu burada nəfəyə bəzən salı yerləşdirəmirəm. Necə baş salıyor? Özdə deyək, tənliyə belədir. Bu boyda nəfədə, mən də deyirəm ki, elektron nəfə alım, hər şey qəşəng olsun. Bu boyda nəfədə yazır. Bir yazır belə. Mən bunu buraya yerləşdirəməyəcəm, görəs. Bir de gözü görüyorum. Yox, ola bilər hə. Yazır da, amma cəmaat da baxıb eləyir. Bir dəqiqə, logaritma 2-dən x, 2-dən 8x. Bu 8 vur x deməkdir. 8-dən x. 2 üstü çıxılsın. Logaritmalar nə vaxt vurulur? Toplanma. Bunu toplamaq kimi yazacağam. Gəl baxın. Bunu toplayacağım Məhəmməd. Yazacağım logaritma 2-dən 8, üstə gəl logaritma 2-dən x. Toplayanda olacaq logaritma 2-dən 8x. Üstə gəl 5, bərabərdir 0. 2-nin nəyi 8-dir? Kulu 3. Bunun cavabının 3 olduğunu bildiriz. 2-nin kubu 8-dir, ona görə cavabı 3-dür. Hələ ki köçürüm. Kök altında logaritma 2-dən x. Çıxılsın 2. Çıx bu, hə sən bir başlayırsan. Üstə gəl 5, ciloqrafdadır, üstə gəl 5. Birinci böyük yazaq, mənfi logaritma 2-dən x. Sonra kök altda olanı yazaq. 5-dən 3-ü çıxanda 2-ni yazaq. Uzaqdan baxanda eyni şeyləri görürəm. T deyəcək. T deyirəm. Mənfiyə baxanda logaritma 2-dən x. Mənfi isə T deyəndən sonra olur. Logaritma 2-dən x-a bir dənə T deyək, burada da yadda qalsın. Buna T desək, ona kök altda T deyərik. Yəni olmazsa kök altısına T deyək. Özü onda nə olacaq? T üstündə 2 də verir. T-nin Yox, kvadratı. T-nin kvadratı. Bir də deyim. Bir bax, kök altda 7-yə T deyirəm.
deyirəmsə, 7 çarpı 7-nin kvadratıdır axı. Buna da t-nin kvadratı deyilir. Bu aydındır. Çarpı 7-yə t deyirəmsə, 7 t-nin kvadratıdır. İndi buna t deyirəmsə, bu t-nin kvadratıdır. İndi xərcə sən deyəndə mənfiyə vururam. Viyyətə görə vuranda neçə eləyir, toplayanda neçə eləyir? Vuranda 2. 2 ilə mənfi 1. Müsbətdir. Vuranda mənfi 2, toplayanda müsbət 1. 2 ilə mənfi 1. 2 ilə mənfi 1. Biz də t nəyə? Biz t-ləri tapdıq, qonşuqlar. T-nin 2-lərin qiymətini tapdıq xərcə. T də nə idi bu? Baxmadan da mənfi çıxa bilməyə Bir dəfə işə bərabərəcəyik, bir dəfə də düz. Bir dəfə də mənfi 1. Məhəmməd, kök altı ifadə mənfi ola bilər. Buna baxmayacaq. Kök altı görəndə nə edirəm? Kvadrata qaldıram. Kvadrata qaldıram. Sol tərəfinə qaldıram Məhəmməd kvadratı. Sağ tərəfdə qaldıram. Hələ ki, bax sonra yaz. Məhəmməd, köklə kvadratı çıxar getdi. 2-nin kvadratı. Sizcə loqaritmanın içini necə tapın? 16, 2 üstü 4. 16. Elə onu çaşırsınız həmişə. Siz 2 üstü 2, 4-dür, yox. Məhəmməd, həmişə loqaritmanın içini tapmalıyıq. Loqaritmanın içini tapanda 2 üstü 4. 2 üstü 4, o da neçədir? 16. Yaz. Loqaritmanın içini tapıram. İçini üstə qoymuram. Bu çox vaxt həmişə elə çaşırsınız. 2-nin üstünə x qoymuyorsunuz. Bu içidir. Loqaritmanın içini tapanda 2 üstündə 4. Aydınlıq xərcə. Aydın mənim, hər şey aydındır. Sağ olun, göğsümə şəfalaq kimi deyəm. Belə ayaqqabılar Sumqayıtda var, yoxsa Bakıda var mı? Şeydən almışam. Mərkəz bazan alpaları Sabirato neydi? Boş qoymuşam. Əslində üstündə işləsəydim tapardım. Məhəmməd bilirəm. Məsələn, kök altı 3 t-dirsə, 3 nədir? Tekrar. Kök altı soruşanın kvadratı. 13. Yox, 11. Nəyi xərcə soruşdunuz son? Şey, 11. piramidanın tümünün içini. 11. Bax, bunu həll eləmək üçün biraz səbir lazımdır. Yavaş-yavaş. Tələsmədən. SABC piramidasının bütün yan tilləri üçbucaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirir. SA 8-dir. Piramidanın oturacağı ABC-dir. Heç onda oturacağını ABC çəkək. ABC. Piramidanın da bir dənə təpəsi olur və buradan sürüşürlər üz aşağı. Və gəl bu 3 dənə sürüşən yer, xərcə yerlə, yerlə 60 dərəcə bucaq əmələ gətirir. Bu til yerlə, bu yerdir xərcə müstəviddə yer. Yerlə 60 dərəcəli bucaq əmələ gətirir. Belə. Bu bucaq 60-dır, bu bucaq 60-dır. Til, bu yerlə, yer axı düz olur, ona görə o düz xətt çəkmiş. Orada yer olmağına baxmayın. Bu til, bu yerlə, orada görünür. Yazmışam. Bu til, bu yerlə, görünür. Fəza fiqurlarında da hündürlük endirməliyik. Bütün fəza fiquru, ümumiyyətlə, yerdən hər hansı hündürlükdə olan fiqura fəza fiquru deyilir. Hündürlük endirdik. 90-60-dırsa bura 30. Görək nə alınacaq. Bizə deyir ki, SA, ABC, bura S deyir. Tərəfdən niyə A deyir? SA 8-dir. Piramidanın bir tərəfi 8-dirsə, hər tərəfdə 8-dir. Mən piramidanı bu hissəsi 8-dirsə, bu hissəsi 8-dir. Piramida belə əyri durmuyor ki. Hər hissəsi 8-dir.
Görünmez. Görünmez mi? Yerə qoyacağım. Piramidin bir tərəf 8-dirsə, hər tili 8-dir. Bir dəqiqə. Bura 8-dirsə, 30-un qarşısı 4. bəs 60-ın qarşısı 4 kök. kök 3 dəfə böyük. Bu qırmızı hündürlük 4 kök 3. Bizə deyir ki, bu bərabər yanlı, aşağısında bərabər yanlı sözü. Piramidanın oturacağı bərabər yanlı düz bucaqlı üç bucaqlıdır. Və yan tərəfləri də bərabərdir. Bunun həzmini tapın. Ümumiyyətlə fəza fiqurlarının həzmi Oturacaqlar ha. oturacağının sahəsini hündürlüyünə vururam. Məhəmməddən yadda saxla. Deyək ki, oturacaq nə boyudur, geniş olsa, hündürlüyü də nə qədər uzun olsa çox həzm tutur. Daha çox su tutar bu. Amma piramidada və konusda qabağına nə yazıram? 3-də 1. 3-də 1. Bir dənə təpə olanda qabağına 3-də 1 yazıram. Baxaq. Sizcə bu fiqurun balaca radiusu var, böyük radiusu var, bu 4. Böyük radiusu. Böyük radius. Məhəmməd, təpəyə qədər gəlirsə, bir də bir şey çəkin. Baba, bir nöqtə təpəyə qədər gəlirsə böyük radiusdur. Bir nöqtə tərəfin ortasına qədər gəlirsə və apofem sözünü görürsünüzsə və ya tərəf ortası sözünü görürsünüzsə, onda balaca radiusdur. Bir nöqtə, mərkəzi nöqtə təpəyə qədər gəlirsə böyük radiusdur, xərcə yanında qaldı. Amma tərəfin ortasına qədər gəlirsə, apofem filan sözünü görürsünüzsə balaca radiusdur. Yəni burada bu böyük radiusdur. Düz bucaqlı üç bucağın böyük radiusu 4-dür. Böyük radiusun üstünü deyin. A kök 3. Yox. A böyük kök. Düz bucaqlı üç bucaqda böyük radiusun üstüdür. A kök 2 bu. Yo, A üstünə B çıxsın. Böyük radius böyük tərəfin Hündürlüyün yarısı. böyük radius, bax bir dənə çəkin. Böyük radius böyük tərəfin yarısıdır. Anladınız? Böyük radius böyük tərəf. Bir də yanınızda saxlayın. Soruşacağım bax. Böyük radius nədir? Böyük tərəfin yarısıdır. Nəyin yarısı 4-dür? 8-in. Deməli bunun hipotenuzunu tapdıq ki 8-dir. Bu üç bucaqlının hipotenuzunu tapdıq ki 8-dir. Bərabər yanlı düz bucaqlı üç bucaqda. Buralar AA olanda, bura nə olur? Kök 2. Kök 2 dəfə böyük. Xərcə. Bura kök 2 dəfə böyüksə, buralar kök 2 dəfə kiçikdir. İndi bura 8-dirsə, bura 8 bölü kök 2, 8 bölü kök 2 yazın. Bunu deyirəm, bax imtihanda bunu arda davam eləməyə bacarmaz. Böyük radius 4-dür, onda bura 8-dir, onda bura kök 2 dəfə kiçikdir, burada kök 2 dəfə kiçikdir, indi qoyuruq yerinə cavablanır. Düz bucaqlı üç bucağın sahə düsturuq. 2-də 1 alır. 2-də 1 normalda AH-dır, amma burada düzdür. Çünki niyə H deyək? Elə AH budursa 2-də 1 AB-yə vur hündürlük. 3-də 1, 2-də 1-ə vuranda 6-da 1. A vur B, 8 bölü kök 2, 8 bölü kök 2. Məhəmməd bir də deyim, niyə belə yazdırıq? Çünki katetlər AB buradır, 8 bölü kök 2, 8 bölü kök 2. Vur hündürlük, hündürlük də 4 kök 3. Kök 2-ni kök 2-yə vuranda 2. 2-dir. Bu 2-dir. Yazarıq 2. 8 vur 8, 64. Vur 4 kök 3. Bölünsün 6 vur 2. 6 vur 2. 3. 8 ilə ixtisar getməkdir. El olmasa 1 ixtisar edək. 4-ü 2-yə bölək. 2. 64 ilə 6-nı nəyə ixtisar edək? 4 yox. 12 ixtisar. 32-ni 2-yə vuranda 64 kök 3 bölü 3. cavab da oldu. Necə istəyirsiniz ixtisar edə bilərsiniz? Hissəvi yazın, nə hissə yazın, nəysə.
Şəxsi də soruşa bilərsiniz. Və yazın, buradan oxuyaq deyək, cavablayaq. Bir də mən sizdən soruşum uşaqlar. Düz bucaqlı üçbucağın birinci tərəfləri nə olur? Düz bucaqlı üçbucağın tərəfləri. A çeşitli. A, B, C. A, B, C. Bəs bərabər yanlı düz bucaqlı üçbucağın? A, B. A kök 2. Bərabər yanlı düz bucaqlı üçbucaqda kök 2 dəfə bölünür. A kök 2. Bəs düz bucaqlı üçbucağın böyük radiusu? H bölgüsü, C bölgüsü. Böyük tərəfin yarısı deyilir. Düz bucaqlı üçbucağın böyük tərəfi, böyük radiusu? Böyük tərəfin yarısı. Böyük tərəfin yarısı, yəni nəyin yarısı? Sin yarısı. Zəhmət edeyim. Böyük radius böyük tərəfin yarısıdır. Bəs balaca radius? A çeşitli bölüm. Yox, bayaq deyirdiniz. A üstə gəl, B çıx C bölü 2. Bax, böyük radius C bölü 2. Balaca radius. A üstə gəl, B. Elə bir balaca tərəfləri toplayıb, böyük tərəfini çıxıb düşürük. Belə. Fəza fiqurların həcm düsturu? S oturacaqlar H. S oturacaqlar H. Təpəsi bir dənə olanda? 3/1. 3/1 S oturacaqlar H. Mənə indi Xədicə 16-dan 20-yə qədər və 24-ə qədər sonra. 19 səndə gör aksinusdur. Sonra 21. 21 vektordur. Aha. 21 vektor. Sonra 23. 23 sadə baxarıq. 24-də yazmısan? Yox, 24. Deyəsən. Yox, 24 düzdür məndə. Səndə limit deyildir. Düzəm. Baxın. Havalıdır da bunu. Əsr yoluna yayınlayamsan, amma o xırda rahat yolu var, onu da deyərəm. Sən elə bir açılış yoluna. Birinci müdür yox idi müəllimə. Dedim yox, nə olur olsun, axırda şimdi gelinəcəm, eləyəcəm. Hər şeydən əlimi üzmüşdüm mən vaxtı. Son saniyələrim idi bunlar. Dedim yazacağım. Hələ dair eləmişdim ki, qalsın. Allah elə bir həmin an mənə şey elədi. Matematik sevirdi. 19. Məhəmməd, 19 da sadə sual. Y bərabərdir. Aksinus 5 çıx, x çıx 2. Təyin oblasına daxil olan ən kiçik və ən böyük ədədin cəmi. Ay uşaqlar. Hazırlıq istəyir. Robot olmadı bu. Bir dəqiqə. Sinus hardan hara qiymət alır? Qiyməti. Mənfi verilən biri. Özüm demədim. Niyə? Bir yaxla çalışmışdı, doktorum bir səfər şey olsun, yanında olsun. Sən yox. Bir dəfə buna mənfi 1 deyəcəm. Bir dəfə bunu, bu ifadəni xərcə mənfi 1-ə bərabər edəcəm. Bir dəfə də müsbət 1-ə bərabər edəcəm. Bir dəfə bərabər edəcəm, sonra deyəcəm niyə belə. İstəsəniz o yana da keçirə bilərsiniz və ya 5-dən nəyi çıxanda mənfi 1 edir? 6. Kök görəndə nə edirəm? Kvadrata qaldıram. Məhəmməd, sol tərəfi qaldırdımsa sağ tərəfdə qaldırmalıyam. 6-nın kvadratı? X neçə oldu? 5-dən nə çıxanda 1 edir? 4. Kök görəndə nə edirəm? Sol tərəfi qaldırdımsa sağ tərəfdə qaldırım. 4-ün kvadratı? X neçə oldu? 18. Sübüyə köklərinin cəmidir. Bunların cəmi istəyirsən. Çox sadə sual idi. Amma niyə elədiyimi gəlin bir şey deyim. Niyəsini deyim sonra, yazını söyləyim. Yazını söyləyim. Burada səs açmaq olurdu ki, bayaq qız deyir ki, mənə səs açsın, sual soruşacam bu sualla bağlı.
İstəyərdim atıb da, ona görə. Misafir. Onu mən elə şey eləmirəm ki. Şeyləri İnsan- danışlar Oğlaq falan. bürcünün ən böyük problemi güvəndir. Mən yəni hardamsa kimdir, nə danışacaq, nə tərzdə danışacaq. Mən hər adamla danışıram, hər adamla şey eləmirəm. Təbii ki, uşaqdırsa yazsın, sualını, prosto mən bilim uşaqdır. Olsun, sizə güzəllər yoxdur. Prosto tanıdıqlarımız alanda. Mən heç ki, kodlaşdıran müəllimlər alırlar, hamının istəklərini, ona görə canlılar qalxır. Siz də eləyin. Gündə birin cansındaydım imtahandan əvvəl. Görüb neçə yaz sonra nə qədər gələr. Deyərəm ki, sormuşdum ki, Qarabağa necə girə bilərəm? Dedi ki, bəs şey deyəcəksən. 150-nin keçsən informatika sahəsi üzrə girəcəksən dedim. Hə, girdim elə bir ki. Bəs kim yüzünə girmək olmur? Olur. Altı. Kim olur? Yo, 100 orada da 150-nin keçsən girirsən. İnşallah. Bu yanlış. Yanlış belə vermir, belə versin. İnşallah. Bizdə o sel olur. Birbaş oldu. Biz də belə də başımız daşa dəyməlidir ki, özümüzə gələk. İnşallah, sudur gələk. Hə. Gəlir. Məhəmməd, niyə mənfi bir yazdın? Soruşmursunuz ki, mənim orada aksinusu mənfi bir yazdınız. Bir dəqiqə. Sinus 60 dərəcədə neçə alır? Kök 3 bölü 2. Kök 3 bölü 2. Bəs aksinusun içində nəsə yazıram, cavabı 60 dərəcədir. Bu neçə olar? 30. Niyə? Sinus 60 dərəcədə yəni neçə alır deməkdir də, kök 3 bölü 2. Hə, tərsi. Aksinus yəni içində nəyi şey qoyur? Qiyməti. Aksinusun içinə qiymət yazmalısınız. Xəncə, ona görə içinə bucaq yox, qiymət yazılır. Bəzən uşaqlar deyir ki, mən sinusun içinə niyə bucaq yazmırsınız? Axı aksinusun içinə bucaq yazmırıq heç. Birini də yazın, özünüz deyin. Bura neçə olmalıdır? Kök 2 bölü 2. Kök 2 bölü 2. Yəni kosinus 45 dərəcədə neçə alır? Kök 2 bölü 2. Yəni Məhəmməd, arksinusun, arkosinusun içinə nə yazıram? Qiymət. Biz də bilirik ki, sinusun qiyməti, yəni bucağı yox, qiyməti hardan aradı? Əslən asandır, asan salırlar. Rahat salmışdım. Mən görüşürəm. Öyrəşməmişik biz belə şeyləri, yaxşılığa öyrəşməmişik. Amma mən sizə dedim də biz dedik və dedilər ki, nəzərə alacağıq. Tamam, bunu yazın. 21 bundan da sağdır. Bu sən yazın, əlini söyləşdirin. Sinusun, arksinusun, arkosinusun içinə, arktangensin içinə. Yaxşı, belə vereyim. Arktangens kök 3-ün cavabı nədir? 65-ə. Bəs arktangens 1-in cavabı nədir? Tangens 90-cı illərdə təyin olunmayıb, belə bir şey demişdim. 90-da təyin olunmayıb. Tangens 1-i neçədə alır? 45-də. Qarışdırdım, mən sakit dayandım. Onu yazın, bax. Ümumiyyətlə, tərs funksiyanın içində qiymət olur. Sonra bucaq olur. Burada tərsdir, tərs onlarla olur da. 21. Riyaziyyat alanın bayağı enerjisini alır. Yiyib gəlmiş anasından ölürəm. Bayağı enerji alır. İmtahan girməmişdən qabaq qoz, fındıq, banan, bal, hər şey yiyib girmiş. Heç yemədim, bir dənə tortdan çay içdim. O da biraz şey yeyə bilər. Tək beyin işlədəcək, süni beyin işlədəcək bir şey. Ya da o belə şokoladlar olur 3 manat içi belə fitness üçün yox. Belə bir içi kalorili şokolad. Al yer nə istəyir şokolad. Özü anam 2 dənə valeriyanı çizdirdi mənə ki, stresslənmə. O da beyni sakinləşdirir. Mən dedim içməyəm. Mən bilirdim ki, dərman içsəm özümü şey edərdim. Yox, 2 dənə də oldu çizdirdim. 2 dənə. Stres yaxşı bir şeydir, stres pis bir şey deyil. Stres mənə aymır, mən içəri girməmişdim və heç nə yox idi. İçəri oturdum, heç nə yox idi. Tez gəldi qabağıma açdım, sualları işləməmiş, mən bir dənə stres gəldi ki, çıxdıramayalım. O stres başqaydı, heç buraxılışı belə olmamışdım mən. Sevmirsiniz o stresli, mən çox sevirəm. O stres olanda acıqlanıram, mən hisslənirəm. İmtihana girim, görüm, Amma ki, o nə bilim, həmin an heç belə hiss yaşamamışdım. Çox fərqli idi hər şey. Nasıl yaxşı bir şey? Yaxşıdır, amma o əvvəlki stressdən deyil də. Necə yazacam stresi, hiss stresi olur insanda, o deyildi. Çünki başqa şeylər qarışmışdı, tutanmadım nə. Amma o stresi də sev ki, niyə? Yaxşı bir şeydir o.
Mən adam ayağının ucundan başımızına qədər tərbiyə Stres, oyda. Mən sabır deyirsən keçsin, bundan necə çıxacam? Elə olursan çıxmaq adama. Şu axırlara yaxın verdim ki, nə olur. Fiskaya baxdım, dedim, ay Allah, fisyon, nə olur. Nə yazdım. Mən hər stresi sevirəm. Çünki o stres adamı bilir ki, hər müddət necə davranmaq lazımdır. Nə bilim? O imtihana bir neçə girəndən sonra adamda şey gəlir. İmmun sistemi. İmtihanda yazılan bu 5 variantdan biridir. Yazmalısan, bu deyil, qaldı bu ikisi. Bu ola bilməz, qaldı ikisi. Hesablayırsan, hansına yaxında götürürsən. Bir ki, belə yazsan düz olacaq və ola bilər. 99% olar. Atı sıxılar. Müəllim, mən bütün müəllim imtahanlarda belə yazmışam. Həmişə də idrakçı imtahanına, həmişə belə eləmişəm. Bu olmaz, bu ola bilər. Bu olarsa bunu niyə burada veriblər, bu da veribdir bu. Yəni, belə öz güvənlə yanaşırsan yazır. 21. A, mənfi 1, mənfi 1, 2. B, 2, 1, 1. Əmin olun ki, xoş şeylər adamı böyütmür, pis şeylər adamı böyütür. O böyümək üçün bu şeylərdən keçməzdir. Yəni, qaçsaz, yəni böyüməyəcəksiniz. Qaçmaq olmaz, pis şeylərdən qaçmaq olmaz. B üstəgəl, çox sadədir. B üstəgəl C. Bunun üstünə bunu gəlin deyin, görün mənə. 3, 1, 4. Bax, 3, 1. Məhəmməd bilirsən? 4. İndi A'dan bunu çıx. A neçədir budur? Mənfi 1, mənfi 1, 2. Deyir, A'dan bunu, bu yazdığımı çıx. Bir də deyim, yoxsa etə çoxdur. Yoxsa özdən topladım və deyir, buna bunu çıx. Bir dəqiqə, mənfi 1-dən 3-ü çıxın. Mənfi 1 çıx 3. Mənfi 4. Mənfi 4. Mənfi 1 çıx 1. Mənfi 1-dən 1 çıxın. Mənfi 2. 2 çıx 4. Mənfi 2. Mənfi 2. Sür, zaten. Çox sadə sual idi. Yazmaq üçün sanacaq sual. Deyirəm də, biz öyrəşməmişik. Amma məncə ikinci blok çətin necə yazıq. İkiməsi bu idi, şans vermişdi. Məncə yox, çünki biz o dedik ki, sən niyə? Dedik ki, riyaziyyat zaten çətin fəndir. Zaten uşaq diskriminantın üstünü tapanda orada bir hərf səhv edirsən, eləmişdim gözlə. Sonra nə bilim, üç bucağı hesablayanda orada hündürlüyün yerinə median çəkir. Yəni siz bunu çətin salsanız uşaq çaşır. Asan salsanız da çaşır. Ona görə dedik ki, çətin salmayın, onlar çoxunu salmayın. Dənə taşıyırlar. Diqqətli çətin salmayın, o uşaqlar bilmir. Yəni biz uşaqları öyrəndirik və görür ki, uşaqlar bilmir. Asan salsanız da bilmirlər. Düzdür, yaxşı və nəzərə alır. 23-24. Sabah. Budur xərcə. Çox sadədir, hə. Amma çox çətin tərzdə salıblar. Mən 150 yazdım, sonra mənə inanmadım, götürdüm 120 elədim. Bir dənə bir şey deyim. Məhəmməd, bu ikisinin cəmi deyil, 150-dir. Məhəmməd, bu üç bucaqdır da. Onda üçüncü bucaq neçədir? 90. 30. 90 olsun. Üç bucağın üçdən cəmi 180 deyil. Bilim. Bura 150-dirsə, 150-nin üstünə nə gəlir ki 180? 30 dərəcə. Bunu tapdım 30 dərəcə. Məhəmməd, bu böyük üç bucaqdır da, hə? Böyük üç bucaqda bura 30-dursa, bu ikisinin cəmi neçədir? Yox. Bucağın cəmi 180 deyil. 150 eləmən. 180-dən 30-dır, 150. İkisinin cəmi. Səndən elə ikisinin cəmini istəyir. Sadəcə sualı qeyri-adi verir. Deyir, bu bucaqla, bu bucağın cəmini tap. 150. Sualı sadəcə qəribə tərcə alır. 180 dərəcə. Bu dəfə demək ki, 360 ya da... Özüm çox böyük bu hiss edirəm bu dəqiqə almaq. Sadə suallar var idi. Çox sadə suallar. Şans edir bizlərimizdə. Yazmaq olar. 24. Bir şey deyəcəm, buradan kənar
qayda birinci deyim. Limitin qaydasını. Diqqətlə qulaq asın. Hangi qaydadan salsın? Sizcə bunlardan hansının cavabı, birinin cavabı sonsuzluqdur, birinin cavabı sıfırdır. Hansının cavabı sonsuzluqdur, hansının cavabı sıfırdır? Hansının cavabı sonsuzdur? Bilirsiniz. Yuxarıdakı. Məncə aşağıdakı sonsuz şeydir. Sıfır. Sonsuzluqdur. Sonsuzluq hansıdır deyirsən? Aşağıdakı. Səncə? Yuxarıdakı. Yuxarıdakı sonsuzluq Niyə? deyəcəm edim. Onda aşağıdakı nədir? Sıfır. Bildim. Başa düşdüm mən. Bildim. Amma gəlin onda qayda deyil, bu qaydası var. Limitdə sonsuzluğa yaxınlaşanda, böyük dərəcəyə bölürük yaxın. Yuxarı böyükdürsə, xəncə, böyük bir şeyi kiçik bir şeyə böləndə sonsuzluğa yaxınlaşar. Deyirdimi, böyük bir şeydə qırıntılara bölürəm. Əlimdə böyük bir şey və qum dənəciyi boyda böyle gedirəm. Sonsuz dənə qum dənəciyi yaranır. Mənim məqalımda tuturdum. Böyük şeyi kiçik şeyə böləndə limit dərsində sonsuzluq edir. Amma sürət kiçik, məxrəc böyük olanda. Sıfırdan nə qədər? Elə bil ki, əlimdə bir dənə bax balaca kiçik alma var, amma milyardlarla adama bölməliyəm. Hər yer sıfıra yaxın bir şey düşəcək, qırıntı. Bildiniz? Amma bu əzbərdir. Sürət böyük olanda ədəd limit nəyə yaxınlaşır? Sürət böyüksə sonsuzluğa. Qaydadır. Bu limitin qaydasıdır. Sürət böyük olanda nəyə yaxınlaşır? Sonsuzluğa. Bəs məxrəc böyük olanda? Sıfıra. Bunu bir dənə yazın, özünüzə qeyd götürün. Sürət böyük olanda sonsuzluğa yaxınlaşır, məxrəc böyük olanda sıfıra yaxınlaşır. İndi bunu bura tətbiqin deyəcəm. Siz yəqin ən böyük dərəcəni götürüb böləcəksiniz. Gönlündən bax, bölməyəcəm. Yox, çox rahat. Onu dedilər, limitin rahat qaydasına gələcək. Bunu bura sadəcə tətbiq edəcəm. Yerləşməyəcəyəm, yoxsa? Deyirəm, cavab bax, bazı lövhəyə yerləşdirir, bu lövhəyə yerləşdirəm. Çox saniyəlik bir şeydir. Bax, böyle beğenməyəcəm. Bir dənə qayda var, o qaydanı. Bu qaydanı bura tətbiq edəcəm. Limit sonsuzluğa yaxınlaşanda cavabın sıfır olması üçün hara böyük olmalıdır? Yuxarı, yox aşağı. Aşağı böyük olmalıdır. Məxrəc böyük olmalıdır. Sürət böyük olanda cavab sonsuzluğa yaxınlaşır. Məxrəc böyük olmalıdır. Yəni x-in kvadratı böyük olmalıdır. Burada x-in kvadratından böyük nə var? X-in kubu. Demək ki, bu yox olmalıdır. Yox olması üçün nəyə bərabər olmalıdır? Sıfıra. X kvadratı, bu da x kvadratı. Axı dedik, məxrəc böyük olmalıdır, bu kiçik olmalıdır. Demək ki, bu da yox olmalıdır. Dedik, x-in kvadratı, burada da x-in kvadratı. Axı bu yox olmalıdır ki, məxrəc böyük olsun. Şimdi bunun ikisini də sıfıra bərabər edirəm. A-nı ortaq vuruq çıxarın. Nəyi nəyə vuranda sıfır edir? Sıfır. Sıfır, sıfır. 4. Burada xərcə vuranda mənfi 3, toplayanda müsbət 2. 3-dən mənfi 1. 3-dən mənfi 1. Uşaqlar, ikisini də sıfır eləməlidir də, hə? İkisini də sıfıra bərabər eləməlidir. İkisini də sıfıra bərabər eləyən kök hansıdır? 3. 3. Bax. 0, 3, 3 mənfidir. İkisini də sıfıra çevirən kök 3. Yazın biz 5 dəqiqə sıfıra deyə sorulur. Sağ necə? Buranı sağollaşaq. Sağ olun.